Bismillah və salatu və selamu ala Rasulillah. Əmmə ba'd. Cəmli qardaşlar, biz xeyirli günlərdəyik. Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Taala bizi xeyrə çatdırsın, həmişə xeyr üzərində etsin. Allah Subhanahu taala bizi dində, imanda sabit etsin. Cəndub ibn Abdullah radiyallahu anhudan buyurur ki, biz Rasulullah sallallahu aleyhi və səlləmlə bir yerdə olanda, biz gənc uşaqlar idik, cavanlar idik və onun yanında olanda biz imanı, Quranı öyrənməzdən qabaq İmanı öyrənirdik, tövhidi öyrənirdik, əqidəni öyrənirdik. Sonra Quranı əzbərlədik, imanımız çoxaldı, qalxdı. Və bugün görürsən ki, Quran hafizi Quranı əzbər bilir, görürsən qəbirlərdən gidib kömək istəyir. Və Quranı hafizdir, görürsən əqidəsi xarabdır. Quranı hafizdir, Quranı əzbər bilir, görürsən fitnənin başında dayananlardandır. Çünki imanı, əqidəni doğru düzgün öyrənməyib. Yəni o Quranı sadəcə əzbər bilir, başqa oradan faydalanmır. Ona görə çalışmaq lazımdır ki, faydalanasan, xüsusən də bu günlərdə dediyimiz kimi Qurana böyük önəm vermək lazımdır, xüsusən. Çünki bu günlər xeyirli günlərdir, zikirdir, Quran ən böyük zikirdir, ən böyük duadır və savabdır, hər hərfinə görə savab var və çalışmaq lazımdır ki, bu xeyirli günlərdə də Quran oxuyasan və dua eləyəsən, zikir eləyəsən. Və həmçinin bugün Ərəfə orucu idi, əlhamdülillah. Allahın izni ilə əda etdik. Allah bizə müəssər elədi, rahatlaşdırdı. Allah'a həmd olsun, Allah qəbul etsin. Və bu xoş günlərdə, xeyirli günlərdə biz də çoxlu dualar eləyirik. Elhamdülillah ki, Allah Taala bizə nəsib edib. Dua etmək özü də bir nemətdir. Bəzən olur, insan görürsən ki, məsələn, maşınla yol gedir, saatlərlə zikr eləmir, dua eləmir. Halbuki daimi dua eləməlisən, zikr eləməlisən, özün üçün xeyr istəməlisən. Saatlarla yolunu gedir. Hələ dayanır belə sakin, saatla yol gedir. Nə üçün? Çünki müəssər olmayıb və çalışmaq lazım ki, sən bunu istəyəsən və Allah Subhanahu taala səni, yəni buna yönəltsin və sənin üçün rahat olsun. Və bu xeyirli gündə biz də çoxlu dualar eləyirik və Allahdan istəyirəm ki, Allah Taala bizi doğru yola yönəltsin, haqq yola yönəltsin, hidayət versin. Allah Taala bizim ruzimizi bol etsin, halal etsin, rahat etsin, bərəkətli etsin. Allah Taala bizə xeyir qapıları açsın. Allah Taala qohum əqrəbamızı qorusun, xalqımızı qorusun, onları doğru yola yönəltsin, hidayət versin. Allah Taala bizi xəstəliklərdən, bəlalardan, müsibətlərdən qorusun. Allah Taala çətinlikdə olanlara yardım etsin. Allah Taala bütün müsəlmanlara kömək olsun. Allah Taala ölkəmizi daim əmin, amanlıq içərisində etsin, xeyir içərisində etsin. Allah Taala ölkəmizi qoruyanları qorusun, sərhədimizi qoruyanları qorusun, əskərlərimizi qorusun. Allah Taala ölkə başçımızı qorusun, onu xeyir üzərində etsin və ona doğru yol göstərsin həmişə və ona işlərində həmişə qalibiyyət versin, güc versin, qüvvət versin və Allah Taala onun ailəsini də qorusun, xeyirli etsin və Allah Taala onun ətrafını da xeyirli etsin və Allah Taala şəhidlərimizə rəhmət eləsin. Allah Taala valideynlərinə sabır versin. Allah Taala bütün əskər balalarımızı, hərbiçilərimizi qorusun. Allah Taala ölkəmizin əmin amanlığını qoruyan övladlarımızı qorusun, xeyir içərisində etsin. Və Allah Taala bizi bütün şərdən, fitnədən, şər əhlindən qorusun. Allah Taala düşmənlərimizi məhv eləsin və düşmənlərimizin bizə olan hilələrini öz başlarında çatlatsın və Allah Taala bizi həmişə xeyr içərisində etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizdən etdiyimiz duaları, ibadətləri qəbul etsin. Subhanakallahumma və bihamdik, nəşhədə an la ilahə illə əntə, nəstəğfiruka və nətubu iləyik.